Hər fəsildə yaraşığını, cazibəsini, rənglərinin sehrini saxlayan Azərbaycanın ən gözəl bölgələrdən biri sayılan, dağların əhatəsində yerləşən, bir-birindən gözəl şəlalələrə, göllərə, meşələrə sahib olan Zaqataladayıq. Cənubdan Gürcüstan, şimaldan Dağıstan Respublikası ilə həmsərhəd olan Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz Sıra dağlarının cənub yamaçlarında, Qanıq Əyriçay vadisində yerləşir. Qədim tarixə malik Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Onlar əsasən dağlarda və dağətəyi bölgələrdə yerləşir. Zaqatalanı ağuşuna alan ətraf dağlarda, meşələrdə hələ də tam kəşf olunmayan, gizlənən təbiət gözəllikləri var ki, onlar insanları maqnit kimi özünə cəlb edir. Zaqatala paytaxt Bakıdan 366 kilometr aralı məsafədədir. Bu isə avtomobillə təxminən 5 saatlıq yol deməkdir. Bu yolu qət eləyib bölgəyə səfər eləməyimizin xüsusi bir səbəbi var. Bizi bura gətirən səbəb həm də bir arzudur. Azərbaycanda bir çox dağ gölləri var ki, onların sehrinə düşmək üçün insanlar saatlarla, günlərlə, kilometrlərlə yol qət edirlər. Onlardan biri də Xalaxil gölüdür. O, Azərbaycanın Zaqatala bölgəsində yerləşir. Onu kəşf eləmək üçün 3 günlük Zaqatalaya gəlmişik. Bugün birinci gündür. Birinci yolumuz Cımcımaq kəndinədir. Xalaxil gölünə səfərimiz Zaqatala avtovağzalından başlayır. Yol bizi şəhərin mərkəzindən keçib, meşəli və çay vadisinin arasından yüksələn dağların qoynuna aparır. Cımcımaq kəndinə gedən yol nəqliyyatımızın biraz narahat olmasına baxmayaraq, pəncərədən gördüyüm mənzərələr, yerli sakinlərin söz-söhbəti başıma elə qatdı ki, narahatlıq haqqında düşünmürdüm. Əslində fikrimdə yalnız bir yer vardı. Tezliklə Xalaxili və ya yerli sakinlərin dili ilə desək, Xalaxını görmək. Nəzərə almaq lazımdır ki, Cımcımaq və bəzi yol üstü görəcəyimiz kəndlərə yalnız belə nəqliyyat növü ilə getmək mümkündür. İri çaydaşlarının, yolsuzluğun səbəbindən hər avtomobil bu yolları keçə bilmir. Zaqataladan Cımcımaq kəndinə məsafə 40 kilometrə yaxındır. Çətin keçilən yolumuzu, yol üstü kəndlərdə dayanacaqları da nəzərə alsaq, təxminən 2 saatlıq yolumuz var. Yol boyu bizi göz oxşayan təbiət mənzərələri müşahidə edirdi. Kənddən Xalaxil gölünə aparan yolda görəcəyimiz mənzərələr isə deyilənə görə bundan da gözəl və füsunkardır. Hal-hazırda biz gəlib Cımcımaq kəndinə çatmışıq. Bura Xalaxil gölünə gedən yolda bizim birinci məntəqəmizdir. Kənd Zaqatalanın mərkəzindən təxminən 40 kilometr aralıda yerləşir. Cımcımaq kəndi çox səfalı kənddir, çünki dörd bir tərəfdən dağlarla əhatə olunub. Yolu biraz çətin olsa da, heç olmasa bir dəfə onu görmək məsləhətdir. Kənd Alazan Əyriçay çökəkliyində, dağlıq ərazidə yerləşir. Cımcımaq kəndinin ətrafı dağlar, meşələr və çaylarla əhatələnib.
Təmiz havası, xoş aurası, əsl kənd ruhu ilk baxışda sizi özünə aşiq eləyəcək. O, Zaqatalanın ən səfalı kəndlərindən biridir. Cımcımağın adı bölgədəki yaşıl düzənlik mənasını verən yerli toponimlərlə bağlıdır. Kəndin həyatı əsasən heyvandarlıq, kiçik təsərrüfat və yaylaq mədəniyyəti üzərində qurulub. Salam aleyküm. Salam aleyküm. Xoş gəldin. Onu da deyim ki, Cımcımaq kəndi Zaqatalanın tək səfalı deyil, həm də çox koloritli bir kəndidir. Onu görməkdən, tanımaqdan zövq alacaqsınız. Mütləq bu kənddə olanda piyada onun seyrinə çıxın. Cımcımaq kəndi Azərbaycanın kənd turizmi sahəsində də xüsusi yeri var. Son vaxtlar bura gələn turistlərin sayı da artıb. Xalaxıl gölünə, məşhur Qansılar şəlaləsinə gedən əksər turistlər, təbiət sevərlər tez-tez yollarını bu kənddən salır. Cımcımaq kəndində otel olmasa da qonaqsevər sakinlər sizə gecələməyə yer təklif edə bilərlər. Biz də bu gecə bələdçimiz Elçinin evində qalacağıq. Sabah səhər tezdən buradan yola çıxmağı planlaşdırırıq. Dağ yolu ilə ənənəvi yaylaq marşrutu boyunca Xalaxıl gölünə doğru gedəcəyik. Haqqında çox eşidib, görmək istədiyim göllə görüş məni daha bir arzuma çatdıracaq. Onu kəşf eləmək üçün bütün çətinliklərə, həyəcanlı anlara hazırıq. Zaqatalan Xalaxıl gölünə səfərimizin ikinci günüdür. Səhər saat 7 yola hazırlaşırıq. Yolun yarısını atla, qalan hissəsini piyada gedəcəyik. Dünən gecə Cımcımaq kəndində qaldıq. Yaxşı ki qaldıq. Kəndi gördük, tanıdıq, kəşf elədi və o bizi valeh elədi. İndi isə yola çıxırıq. Ona deyim ki, yol boyu bizi çox maraqlı mənzərələr gözləyir. Dünən axşamdan bizim səfər üçün xüsusi hazırlanan atları minib, Cımcımaq kəndinin içindən keçərək üzü çaya doğru gedirik. Atla yürüyüş həm daha rahat, həm də ənənəvi bir təcrübədir. Xalaxıl gölünə yol çox uzundur. Atla bu məsafəni qismən qısaltmaq olur. Qarşıda bizi çay yataqları, dar dərələr, sıx meşələr, yüksəkliklər gözləyir. Günəşli olmağına baxmayaraq hələ ki hava sərindir. Çayın səsi, atın nalının ritmi və dağın sərin havası bir-birinə qarışaraq səfərimizi yadda qalan anlara çevirir. Böyük Qafqaz sıra dağlarının ətrafda yaratdığı gözəlliyə baxa-baxa vaxtın necə getdiyini bilmirsən. Bir də onda ayılırsan ki, 2 saatdır sən yoldasan. Buralar çox gözəldir, sözün həqiqi mənasında və heyranlıqla mənzərəni seyr edirsən.
Təxminən 2 saatlıq yol gəlirik. İndi çayın dərəsi ilə gedirik. Onda deyim ki, Cımcımaq kəndinin ərazisindəyik və o dəniz səviyyəsindən təxminən 9000 metr yüksəklikdədir. Amma gedəcəyimiz yer isə dəniz səviyyəsindən 3060 metr yüksəklikdədir. Demək, əsas yolumuz hələ qabaqdadır. Daşlı çay dərəsi ilə 1 saata yaxın yol gedib, sonra meşəyə keçdik. Mamır basmış daşlar, ağaclar, quşların səsi, çayın şırıltısı bizə əsl meşə ab-havasını yaşadırdı. Qafqaz dağlarının meşələri bu bölgəni turistlər üçün cənnətə çevirib. Çəmənliyə çıxan kimi isə atımı çapıb qrupdan biraz uzaqlaşdım. Hər dəfə atla belə anlaşmaq olmur. Ya o səni başa düşmür, ya qəbul eləmir və ya sən onun dilini tapa bilmirsən. Bu dəfə bəxtim gətirmişdi. Atla tez anlaşdıq, hətta dostlaşdıq da. Daha sonra meşənin həzzini yaşayıb yenidən çay dərəsinə çıxdıq. Beləcə yolumuz fərqli cığırlar və mənzərələrlə dəyişirdi. Təbii ki, bunun da öz həzzi var idi. Xalaxıl gölünə yolumuz davam edir. Çayın dərəsindən çıxdıq, meşəyə düşdük. Ondan sonra indi belə iri daşların üstündən gəlirik. Bəzi yerlərdə atdan düşmək lazımdır, çünki çətindir, relyefi çox çətindir və at sürüşə bilər, səni də özünü də yıxa bilər. Ona görə gərək düşəsən. Belə çox belə gözəl ab-hava ilə, gözəl hava ilə yolumuza davam edirik. Xalaxıl gölünə gedən yolun üstündə diqqət çəkən, göz oxşayan, maraq yaradan yerlər çoxdur. Gedəcəyimiz yolda bunun dəfələrlə şahidi olurduq ki, bu da yolumuzu darıxdırıcı, üzücü anlardan çıxardırdı. 3 saata yaxın yolda olmamıza baxmayaraq vaxtın necə keçdiyinin fərqində deyildik. Hətta vaxtı hərdən unudurduq da. Amma nəyi unutsaq da yolumuzun üstündə rastlaşacağımız Qanslar şəlaləsini yaxşı yadımızda saxlamışdıq. Qanslar tək Zaqatalada deyil, ümumiyyətlə Azərbaycanda məşhur olan Dəliqanlı şəlalədir. Hər adam ona yaxınlaşmır. Niyəsini öyrənmək üçün şəlaləyə yaxın yerdə yolumuza fasilə verdik. Qansların səsi uzaqdan eşidilir. Şəlaləyə yaxın iri daşların arasından keçən yollar rahat olduğundan atla yaxınlaşmadıq. Təbiətin bu bol sulu, biraz şıltaq, biraz da dəliqanlı gözəlliyini görmək üçün onun ayağına piyada getdik. Yaxınlaşdıqca səsi gur və vahiməli səslənir. Şəlalədən qopan xırda su damcıları sanki xəbərdarlıq edir.
Xalaxili gölünə gedən yolda Zaqatalanın ən məşhur və çox gözəl şəlalələrindən biri olan Qanslar şəlaləsini görmək şansımız oldu. Bu şəlalə dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Bol suludur, təzyiqi çox yüksəkdir və təxminən 20-25 metr hündürlükdən tökülür. Yaz-yay aylarında suyu bol olur. Bu da onun əzəmətini biraz da artırır. Zaqatala ərazisində sıldırım qayaların arasından böyük təzyiqlə tökülən Qanslar şəlaləsi özünü həmən təqdim edən şəlalələrdən deyil və bu onun cazibəsini biraz da artırır. Son zamanlar məşhurlaşan Qanslar şəlaləsinə aparan yol həm də hiking həvəskarları üçün də əla marşrutdur. Bu marşrut sizə olduqca gözəl təəssüratlar bəxş edəcək. Çay dərəsi, meşələr, yol boyu müxtəlif meyvələr, gilə meyvələr, ecazkar təbiət mənzərələri sizə yadda qalan gün yaşadacaq. Xalaxili gölünə gedən yolda Qanslar şəlaləsi ilə marşrutumuzu demək olar ki, yarı elədik. Balaca fasilədən sonra yolumuza davam edirik. Bundan o yana yolumuz getdikcə çətinləşirdi, çünki yüksəkliyə qalxırdıq. Çox vaxt atlara ağırlıq düşməsin deyə piyada gedirdik. Yəni indi atları biz aparırdıq. Xalaxili yoluna gedən yol boyunca geniş çoban yataqları, yaylaqlar açılır. Bunlar yaz-yay aylarında qoyunların və inəklərin otarıldığı yamyaşıl otlaqlardır. Bu yaylaqların ortasında vaxtilə çobanların qurduğu kiçik çadırları, odun ocaqlarını və dağ bulaqlarını görəcəksiniz. Hal-hazırda dəniz səviyyəsindən təxminən 2500-2600 metr yüksəklikdəyik. Bu səviyyədə su tapmaq, bulaq tapmaq çox dəyərli, çox qiymətlidir. Sən burada suyun dəyərini, qiymətini başa düşürsən və bu an sudan başqa heç nə dəyərli deyil. Yolumuza davam edirik. Təxminən 400 metr yolumuz qalır. Yolçu yolda gələk. Bu bulaqlar qəliz minerallardan, buz çirkabdan təmiz, dadlı mənbə sularıdır. Bunlar yerli cəmaatın və səyahətçilərin su ehtiyatı üçün qiymətli mənbələrdir. Onları dağın nəfəsi də adlandırırlar. Yol boyu yaylaqlarda çobanların qaldığı binələr diqqət çəkir. Qoyun sürülərini qoruyan çoban itlərindən biraz ehtiyatlı olun. Onlarla necə davranmaq lazım olduğunu bələdçiniz qabaqcadan sizə deyəcək. Biz bir neçə binə gördük. Yerli çobanlar çox qonaqpərvərdilər. Sizi mütləq bir çay içməyə dəvət edəcəklər. Qanslar şəlaləsindən ayrıldıq. İndi təxminən 2000 metr dəniz səviyyəsinin yüksəklikdəyik. Xalaxil gölünə 2 saatlıq yolumuz qalıb. Bura çoban yaylağıdır. Dedik biraz dincələk, atlar da dincəlsin. Ondan sonra yolumuza davam edəcəyik.
Ecazkar təbiət mənzərələrini seyr eləyə-eləyə, çətin yollardan, incə cığırlardan keçərək axşamüstü gölün qırağına çatdıq. Hava hələ tam qaralmamışdı, amma günəş dağların arxasında görünməz olurdu. Azərbaycanda yaraşıqlı, əfsanəvi dağ gölləri çoxdur. Amma Xalaxel gölünün yeri bir başqadır. Bura Xalaxel gölüdür. Ona Xalaxı da deyirlər. Səhər tezdən Zaqatalanın Cımcımaq kəndindən çıxdıq və axşam 7-yə gəlib onun yanına çatdıq. İndi çadır quracağıq, gecəni burada qalacağıq. Amma sabah səhər tezdən gün doğandan Xalaxel gölünü addım-addım kəşf edəcəyik. Nəhayət 12 saatlıq yoldan sonra məşhur Xalaxel dağ gölünün bütün gözəlliyini görmək bizə nəsib oldu. Əslində biz daha tez gəlib çıxa bilərdik. Vaxtın belə uzanmasına səbəb yol boyu çəkilişlə bağlı fasilələrimizin çox olmasıdır. Cımcımaq kəndindən Xalaxel gölünə atla 6-8 saat arası gəlib çıxmaq mümkündür. Piyada isə bu vaxt təbii ki, bir neçə saat uzanır. İndi işimiz çadır qurmaq, tez nə isə bir şey yemək və yatmaqdır. Sabah səhər saat 5-də qalxıb günün doğmasını görmək və çəkmək istəyirik. Günəş çıxanda Xalaxel başqa bir varlığa çevrilir. Səhərin ilk işığı gölün səthinə sanki bir toz səpələyir. Suyun üzərində qızılı cığırlar doğulur və dağın qara konturları yavaş-yavaş saralır. Bu an təbiətin seyr edəcəyiniz ən gözəl anıdır. Günün məhz bu vaxtı rənglərin oyununu görmək olar. Burada rənglər sanki bir-biri ilə danışır. Xalaxel gölünə səfərimizin bugün 3-cü günüdür. Günəş təzəcə doğub və burada çox gözəl bir mənzərə yaranıb. Dünən gecə onun sahillərində qaldıq, 2 çadır qurduq. Çadırlardan biri bizim bələdçi Elçinin çadırıdır. O mövsümündə onlarla turisti Xalaxel gölünü kəşf eləmək üçün bura gətirir. Bu göl Azərbaycanda həcminə görə ən böyük və ən yüksəkdə yerləşən göllərdən biridir. Xalaxel gölü dəniz səviyyəsindən 3060 metr yüksəklikdə yerləşir. Bu göl bugün tək Zaqatala deyil, ümumiyyətlə Azərbaycanın incisi sayılır. Xalaxel gölü böyük və göz qamaşdıran bir gözəlliyə sahibdir. Bu günəş şüaları altında daha aydın görünür. Gölün rəngi mavinin ən sakit tonu ilə yaşılın arasıdır. Dərinlikdə isə tünd göy rəngi hakim kəsilib. Sahili gəzdikcə sanki göldən enerji alırsan. Gölü əhatə edən dağlar öz əzəmətini nümayiş elətdirir. Bu an arzularımdan birinə qovuşduğum andır. Onu görməkdə çox məmnunam. O, mən gözlədiyimdən də artıq yaraşıqlı və təkrarsızdır.
Xalaxıl gölü Zaqatala rayonunun dağlıq hissəsində, Xalaxı dağının ətəyində yerləşən şirin sulu, axarlı dağ gölüdür. Muxaq çayının başlanğıcını təşkil edən Xalaxı çayı bu göldən axır. Göl ətrafı əsasən alp çəmənlikləri və qayalıqlarla əhatələnib. Xalaxıl gölü buzlaq mənşəli dağ gölü sayılır. Adının mənası uzun su, uzun çay deməkdir. Göl öz adını çayın adından alıb. Bir çox yerli sakinlər isə gölün Xalaxı adlı adamın adı ilə bağlı olduğunu söyləyirlər. Gölün havası adamı tez acdırır, amma çox yemək də olmur. Bu dəfə nahar mərasiminə həmişəkindən tez başladıq. Həm də buradan vaxtında çıxmaq lazım idi ki, yolda qaranlığa düşməyək. Hazırlıqlı gəldiyimiz üçün qabaqcadan nə bişirəcəyimi də yaxşı bilirdim. Xalaxıl gölü ətrafında indi yemək hazırlayacağam. Dağ zirvələrində, dağ göllərində nəzərə alın ki, yemək çox çeşidli olmur. Adətən bunlar pomidor, yumurta, sosis belə şeylərdən ibarət olur. İndi mən də sosislə yumurta hazırlayacağam və nəzərə alın ki, bu yemək dəniz səviyyəsindən 3060 metr yüksəklikdə hazırlanır. Dadı, ətri adamı iştaha gətirir. Bu da biraz da dad qatmaqdan ötürü sarı lobyanın tutması var, ondan istifadə edəcəm. Bunu mənə bələdçimiz Elçin hədiyyə edib. Dediyinə görə belə sarı lobya yalnız Zaqatalanın Cımcımaq kəndində yetişdirilir. İndi görək nə dadır. Üstündən də sarı lobyanın tutması. Bunun qiyməti yox. Çox dadlıdır. Nuş olsun. Bu yerlərə gölün şirin suyundan içib dincəlmək üçün çox vaxt çobanlar qoyun sürüləri ilə gəlirlər. Bu səhər də belə bir mənzərənin şahidi oldum. Nahar vaxtı olduğu üçün çobanı da süfrəmizə qonaq elədik. Dəniz səviyyəsindən 3000 metr yuxarı bir yüksəklikdə, belə bir dağ gölünün ətrafında çobanla nahar eləmək ən yadda qalan gün kimi hafizəmə yazıldı. Hündür və əzəmətli dağ zirvələrinin əhatəsində, Rusiya ilə sərhəddə yerləşən Xalaxıl dağ gölünə səfərimiz 3 gün ərzində reallaşdı. Bu günlər ərzində gördüklərimiz, yaşadıklarımız,
Bəzən həyəcanlı, bəzən çətin, həmçinin xoş anlarımız müxtəlif emosiyalarla yaddaşımıza yazıldı. Bu səfəri çoxdan və böyük həvəslə gözləyirdik. Kəşflərimiz gözləntilərimizi üstələyərək bizi bəxtəvər elədi. Hər dəfə səfərə çıxanda müxtəlif emosiyalar burulğanına düşürük. Bu dəfə də uzun müddətli yaddaşımıza bol anları həkk eləyib yola hazırlaşırıq. Xalaxır gölü Zaqatala bölgəsində kiçik və böyük Samolet dağ zirvələrinin arasında Dağıstan Respublikasına yaxın ərazidə yerləşir. Bu zirvələrin Zaqataladan görünən hissəsinə yerli sakinlər daraq deyir. Fəsildən fəsilə göl mənzərəsini və rəngini dəyişə bilir. May ayında burada 4 fəsli bir arada görmək olar. Bir tərəfdə qış, qar, o biri tərəfdə isə gül, çiçək və yaz. Bu da sizə hardasa Naxçıvanın Ordubad ərazisində yerləşən Göygölü xatırladacaq. Kəşflərimizin ardınca indi yeni səfərlər üçün plan qururuq. Artıq göldən ayrılmaq vaxtıdır. Təbii ki, ayrılmaq çox çətindir. Ondan ayrılanda bir də dönüb gölə baxsaz, başa düşəcəksiniz ki, o sadəcə təbiət gözəli deyil. O həm də sizi həyəcanlandıran, emosiyalarınıza toxunan, sanki sizinlə danışan varlıqdır. Bir sözlə ondan ayrılmaq, onu gəlib görmək qədər çətindir. Bu da Xalaxı gölünün möcüzəsidir. Və bu möcüzə bizə bir daha göstərdi ki, kəşf eləmək gözəldir. İstər piyada, istərsə də atla fərqi yoxdur. Hansı yolla gəlib bura çıxa bilsəz, bu gölü görə bilsəz, bilin ki, o Azərbaycanda görə biləcəyiniz ən gözəl dağ göllərindən biri olacaq.